internet şəbəkəsinə çıxışı əldə etsin. Samin, baxın, biz yüksək sürətli interneti məktəblərimizə gətiririk, ən son texnologiyanı gətiririk. Amma bəzən elə hiss olunur ki, valideynlər üçün rəqəmsal təhsil WhatsApp qruplarında müəllimlə müzakirə və mübahisədən ibarətdir. Yaxşı, baxın, biz bu qədər infrastruktur qururuq. Bəs bu sistemin insan faktorunu necə rəqəmsallaşdıracağıq? Çox yaxşı sualdır. Biz bu barədə rəqəmsal məktəb layihəsini hazırlayanda, dizayn edəndə biz bu barədə düşündük ki, biz hər zaman daha çox bizim xidmətlərimiz ya ümumi vətəndaşlar üçündür, hansısa bir təhsil pilləsinin müəssisəsinə qəbul və ya yer dəyişməklə bağlı müraciətləri və bu tipli xidmətləri istifadəyə verirdik. Digər informasiya sistemlərimiz isə ya şagirdlərə yönəlik idi, ya da müəllimlərə. Biz rəqəmsal məktəb layihəsini deməli hazırlayanda düşündük ki, biz məktəb rəhbərləri, müəllimlər və şagirdlərdən başqa da bir valideyn kabineti də açaq və valideynlər üçün həm alətlər təqdim edək, deməli ünsiyyət alətləri, eyni zamanda valideynləri ümumiyyətlə şagirdlərin tədrisinə cəlb edək. Belə ki, rəqəmsal məktəb platformasında valideynlər istədikləri zaman məktəb rəhbərliyinə